Vergilər naziri Fazil Məmmədov Sabirabad rayonunda Heydər Əliyev mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Sabirabadla yanaşı Saatlı, Salyan, Hacıqabul rayonlarından olan vətəndaşlar da iştirak edib. Vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 40-dan çox vətəndaş münazirə müraciət edib. Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerində həll olunub. Digər müraciətlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.